Əgər kartel ərinizi qaçırsa, nə edərsiniz? İlk ağla gələn polisə zəng etmək olardı. Bu qadın isə heç kimə zəng etmədi. Birbaşa kartel rəhbərinin anasını girov götürdü. 2016-cı ilin dekabrı, Meksika. Los Tecleros adlı dəhşətli kartel Isauro de Pastuk adlı mühəndisi qaçırır. Əksər insanlar belə vəziyyətdə çəkinərdi. Amma mühəndisin həyat yoldaşı Yadira Guillermo Garcia tamamilə başqa bir plan cızdı. Yadira bütün məhəlləni ayağa qaldırdı. Kəndlilər bir gecədə silahlanıb özünü müdafiə dəstəsi qurdular və inanılmaz addım atıldı. Yadira kartel rəhbərinin anasını və kartellə əlbir olan 20-yə yaxın adamı girov götürdü. O kameranın qarşısına keçib kartel rəhbərinə belə mesaj yolladı. Anan bizdədir El Tequilero. Ərimi sağ-salamat qaytar, ananı apar. Hətta kartel rəhbərinin anasını da kamera qarşısına çıxardılar. Yaşlı qadın oğluna yalvardı. O adamı burax. Hamıya rüsvay olduq. Hadisə dünya səviyyəsində mediaya düşəndə illərdir heç nə edə bilməyən dövlət məmurları məcbur qalıb hərəkətə keçdi. Nəticədə girovlar dəyişdirildi. Mühəndis evinə qayıtdı. Kartelin dövlət adamları ilə kirli əlaqələri isə ifşa olundu. Dövlətin edə bilmədiyini bir qadın və bir məhəllə birlikdə bacardı. Sizcə bu cəsarətdir yoxsa dəlilik? Fikirlərinizi rəydə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Tarixin ən gizli əməliyyatının təfərrüatları və dəhşətli faktlar barədə videonu indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.